Baxın, dəyərli aidiyyatı qurumlar, dəyərli izləyicilər. Piyadaların hərəkəti, hüquqları tamamilə məhv olunur. Səkilərin gününə baxın. Hər bir piyada xətti ilə təhlükəsiz, onun hüququ qoruna getməlidir. Yerli təchizat idarələri hamısı korrupsiya cinayətləri ilə məşğuldur. Qeyd edildiyim kimi, yerli təchizat idarələri hamısı korrupsiya ilə məşğuldur. Mundar əməlləri ilə xalqı dövlətdən narazı salır. Dəfələrlə mən çəkilişlər eləmişəm. Onların fəaliyyətsiz olması, real olaraq onların fəaliyyətsiz olmasını, işə çıxmadan dövlətdən əmək haqqı almaq. Ən əsası yerli təchizat idarələri hakimiyyətin imicinə bu mundar əməlləri ilə, nanəcib mundar əməlləri ilə hakimiyyətin imicinə ləkə gətirir.